Elhamdülillah və salatu və salamu alə Rasulillah və alə alihi və ashabihi və mən ihtədə bihudə əmmə bəd. Və şeyx davam edir imanını artıran səbəblərdən, imanı təzələyən səbəblərdən danışmağa, imanı artıran səbəblərdən daha doğrusu danışmağa. Buyurur ki, taatullahi və imtisali əmrihi. Və həmçinin imanı artıran səbəblərdən biri Allaha itaət edib və əmrlərinə boyun əyməkdir, əmrlərin yerinə yetirməkdir. Təqaddəmə mə'ana qavlə Habib Xatmi radiyallahu anhu və qeyrihi min ashabin Nəbi sallallahu aleyhi ve sellem. Şeyx buyurur ki, Habib Xatmi radiyallahu anhu və başqa sahabilərin iman barəsində dediyi söz qeyd etdik öndə. Və buyurur ki, Habib bin Xatmi radiyallahu anhu əl-iman yazidu bitta'atillah. İman Allaha itaətlə artır. Fəl-iman yazidu bil-ibadati. Və şeyx buyurur ki, həqiqətən də iman ibadətlərlə artır. Kəs-salati və zəkati və sadaqa və təsbih və təhlil və təhmid və təkbir və tilavətil Qur'an və qeyrihə. Fəbi-ta'atillahi subhanə və bitəmsəli və bi-imtisali əvamirihi yaqvəl iman və izdad. Həqiqətən də insanın namazı ilə, zəkatı ilə, sədəqəsi ilə, təsbihi ilə və təhlili ilə və təhmidi ilə və təkbir etməsi ilə, təhmid etməsi, həmd etməsi ilə, təhlil la ilahə illallah deməsi ilə, təsbih, subhanallah deməsi ilə, Quran tilavəti oxuması ilə və başqa şeylərlə insanın imanı, itaəti, Allaha itaət etməsinə imanı çoxalır. Allahın əmrini yerinə yetirilməkcə, boyun əydikcə, yerinə yetirdikcə insan imanını artır. Və şeyx buyurur ki, vəl-ə'məlu sələsə ənvə. Əməllərə gəldikdə isə əməllər üç növdür. Ə'məlul qalbiyyə, vəl-ə'məlul lisaniyyə, vəl-ə'məlul cəvari. Və buyurur ki, əməllər üç növdür. Qəlbi əməllər, dili əməllər, dillə, yəni işlədilən əməllər və cəvarih əməllər, əzalarla edilən əməllər. Buyurur ki, ə'məlul qalbiyyə mislul xawf və rəca və hubb və xəşyə və inabət və təvəkkül və qeyrə. Qəlbi əməllərə gəldikdə isə qorxu, ümid, sevgi, xəşyə, ümid, təvəkkül kimi demək olar və bundan başqaları. Vəl-ə'məlul lisan. Dil əməlinə gəldikdə isə, dillə edilən əməllərə gəldikdə isə buyurur, mislu təsbih və təhmid və təkbir. Təsbih etməkdir, təmhid etməkdir, yəni Allah sonra həmd etməkdir və təkbir etməkdir, yəni Allah akbar deməkdir. Əl-əmru bil-məruf və nəhyən münkər, yaxşılığı əmr edib pislikdən çəkindirmək və həmçinin də Quran qiraəti etməkdir. Və bundan başqa əməllər də var, dillə olan salih əməllər var. Vəl-ə'məlul cəvarih. Lakin cəvarih əməllərə gəldikdə isə, yəni sənin əzəlləri ilə, əzaları ilə işlətdiyi əməllər, buyurur ki, mislu sadaqatu və salatu və zəkat. Misal olaraq sədəqə, namaz, zəkat vəl-məşyu fi ta'atillah təbarək və təala, Allahın itaətində getmək və həzil umuru kulluha təzidul iman. Bu işlər hamısı insanın imanını artır. Və həzə təxilisun mucizun li umur ləti yazid bihə imanul abd. Bu deyir o qısa olaraq insanın imanın artıran səbəblərdir. Və yaqva əmməl əsbəbül və umuru əlləti yədvəhu bihəl iman və yanqusu fihə fəhiyyə bilə şəkin kəsirətun əydə. Deyir, lakin imanı azaldan səbəblərə gəldikdə isə şək yoxdur ki, bunlar çoxdur. Və ləbdül matalibu bimərifətihə liyəhdərə minə və yəqvəttəqihə kəmə qaləşər. Və quldan tələb olunan odur ki, qul onların bilməlidir. İmanı zəiflədən şeyləri bilməlidir ki, ondan çəkinsin. Çünki imanı zəiflədən amilləri bilmədikcə qul onları edir və imanda zəifləyir. Necə ki, şair buyurur, Arabtu şərrə lə li şərrin və ləkin littəvəqqih və mən ləm yarib şərrə minəl xayri yəqav fih. Deyir ki, şəri bildim, şəri düşməmək üçün yox. Yəni, şəri öyrəndim ki, şər etmək üçün yox. Və mən ləm yarif şərrə minəl xeyr, şərri xeyirdən ayırt edə bilməyən isə ona düşər. Yəni, şəri bildim, şərə düşmək üçün deyil. Şəri bildim ki, şəri xeyirdən ayırt etdim ki, şərdən uzaq duram. Və şeyx buyuruyor, və qablə şuru'i fi zikril umur ləti tunqasul iman yəhsunu ən uşirə ilə ən nədəmi təavüdə əsbəb ziyadətil iman və ihməli təqviyyətihi və tərqil inayəti bihi yuaddu səbəbə min əsbəbi naqsil iman. Şeyx deyir ki, imanı zəiflədən amillərdən danışmazdan öncə
etmək istəyirəm ki, yaxşı olar ki, qeyd edim ki, işarə edim ki, insan imanın artan səbəblərinə taahhüd etməsi, yəni məşğul olmaması və ihmal etməsi, yəni göz ardı etməsi, imanı gücləndirici amillərlə məşğul olmaması, tərk etməsi imanı zəiflədəcək ən böyük səbəblərdən biridir. Necə ki, əvvəldə qeyd etdi Şeyx Həfizəhullah ki, imanı artıran səbəblər nə idi? İnsanın şəri elm öyrənməsi, Quran sünnə elmini öyrənməsi, Allahın ad və sifətlərini öyrənməsi, Peyğəmbər s.ə.v-in sirasını öyrənməsi, həmçinin İslam dininin gözəllikləri barəsində fikirləşməsi, sələf-i salihin həyatını fikirləşməsi, Allahın kövni ayətlərinin fikirləşməsi, Allahın itaəti fikirləşməsi, bunlar hamısı imanı artıran səbəblərdən. Əgər insan mömin bu səbəblərdən yapışmasa, mütləq şəkildə imanı zəifləyəcək. Mömin imanın azalmağını istəmirsə, naqisləşməyini istəmirsə, mütləq şəkildə bunları imanı artıran səbəbləri yerinə yetirməlidir. İmanı artıran səbəblərdən uzaq düşməsi ən birinci onun imanı zəiflədən amildir. Və buyurur ki, və səmmə innə hunəkə əsbəbun əvəmilin adidə və mütənəvə yanqısul bihil iman və yədə. Və deyir ki, sonra orada işlər var, amillər var ki, növbə-növ onlar insanın imanını naqisləşdirir və zəiflədir. Və yumkinən naqismə ilə qismeyni raiseyni. Bu mümkündür ki, iki qismdə, yəni iki böyük qismə bölmək düzgün olardı, şeyx deyir ki. Yəni iki böyük qismə bölmək, iki qismdən ibarət etmək mümkündür. Yətəfərrə anhumə avamil kəsirə. Və bu iki qismdən də böyük budaqlar əmələ gəlir. Bu iki qismdən də böyük budaqlar əmələ gəlir. Yəni bu iki qismdən qaynaqlanır bütün o imanı zəiflədən amillər. Və buyurur ki, qismul əvvəl fəhvə əsbəbu daxiliyyə əv əməli zətiyyə əlləti ləhə təsirun aləl iman bil naqs. Deyir, ən birinci səbəb odur ki, daxili səbəblərdir. Avamil zətiyyə, yəni insanın özü ilə daxilində olan səbəblərdir ki, insanın imanını zəiflədir. وقسم الثاني هو الأسباب الأوامر الخارجية التي تؤثر على الإيمان بالنقص. İkinci qism isə xarici səbəblərdir ki, onlar da insanın imanını zəiflədir. فأما فأبدأ بالأول بالكلام على أسباب داخلية التي يكون منشأها من الإنسان نفسه. Deyir, mən ən birinci daxili səbəblərdən danışmaq istəyirəm ki, o da mənşəyi, başlayıcısı insanın öz nəfsidir. Yəni, imanı zəiflədən amillərin başlıcısı daxili səbəblərdən qaynaqlı. Daxili səbəblər də insanın öz nəfsindən başlayır, yəni insanın imanı zəiflənməsi. Və deyir, ən birinci bu səbəb də şeyx buyurur ki, ən birinci insanın daxilində olduğu imanı zəiflədən amil buyurur ki, əcəhl, cahillikdir. Və həzə əhəmmu əsbəb-i daxiliyyə. Və deyir ki, bu ən mühüm daxili səbəblərdəndir ki, insan imanı zəiflədir. Və cəhlu duddul ilm. Cahillik elmin ziddidir. Yəni, elmin əksidir. Fəkəmə ənəl ilmə yəzidu fil iman və yuqavvi fəkəzəlikə cəhl. Və qillətül ilmi yənşəl ənhə datil iman. Necə ki, elm imanı artırır və gücləndirir və həmçinin cahili də elmin azlığından və cahilliyindən iman zəifləyir və azalır, naqisləşir. Və lihədə kəsirən minən nusus mutaalliqatun bid-da'vatin ənbiyə liəqvamihim bəyyənu ləhum ənə səbəb məhum fihi minəşşirki vəl-məasi vəl-cəhli huvə cəhli. Və şeyx buyurur ki, Peyğəmbər dəvətləri ilə bağlı olan qövmləri ilə bağlı olan məsələlərin əksəriyyəti bəyan edir ki, bizlərə xəbər verir ki, həqiqətən də onların içərisində olduğu şirk və asiliklərin hamısının qaynağı, hamısının başlıca səbəbi cahil olmalarıdır. Və necə ki, buyurur, necə ki, Allah Subhanahu taala ayədə buyurur, qalə ya Musa cəllənə iləhən kəmə ləhum əlihə, qalə innəkum qavmun təcəlun. İsrail evlatları Musa əleyhissalamdan bir toplum cəmaatın, müşrik cəmaatın yanından keçdikdə onların
bir bütə ibadət etdiyini görürlər. Və onlar da Musa əleyhissalamdan onların bütləri kimi bir büt düzəltmələrin, Allahdan görə bir büt düzəltmələrin tələb edir. İbadət etsinlər deyə. Və Musa əleyhissalam onlar deyir ki, ya qovm, ey qövmim, həqiqətən siz çox cahil bir qövmsünüz. Çünki Allahın nəyə layiq olduğunu bilmirsiniz. Allahın tövhidin, əzəmətli tövhidin qoyub Allaha şərik qoşmağa can atırsınız. Və həmçinin Allah Subhanahu taala Lut əleyhissalam barəsində xəbər verir ki, və Lutan iz qala ilə qavmihi ətətunəl fahişətə və entum tubsirun əinnakum la ta'tunər ricalə şəhvətən min dunin nisə bəl entum qavmun təcəlun. Lut əleyhissalam öz qövmünü pisləyərək onlara deyir ki, onlara olduğu əməlləri inkar edərək deyir ki, siz bu pis işi görürsünüz. O pis işdə nədir? Kişi ilə ünsiyyətə girməsi. Xüsusən də bunlar o ünsiyyəti öz yığıncaq yerlərində edərdilər. Toplantı olan yerlərində edərdilər. Açıq-aşkar edərdilər. Və bunları bir-birinə qarşı açıq-aşkar edərdilər. Və Lut əleyhissalam deyir ki, siz bu pisliyi edirsiniz. Xüsusən də öz toplantı yerinizdə. Siz kişilərə elə yaxınlaşırsınız ki, qadınlara olan şəhvətinizdən daha üstün, yəni qadınlara olan şəhvəti, istəyi tərk edib, kişilərə meyl salmışsınız. O meyl ki, sizə nə bir şəhvətinizi aradan qaldırır, nə də evlad verir. Yəni, kişinin qadınla ünsiyyətindən əlbəttə ki, kişinin istəyi soyuyur, həm özünü qorumuş olur və həm də evlad, Allah Subhanahu taala evlad nəsib edir ona. Lakin kişinin kişi ilə ünsiyyət qurmasına heç bir fayda yoxdur. Sadəcə heyvani yaşayışın göstəricisidir. Buyurur ki, İnnəmə qadav şəhvətü bəhimiyyə bəl əntum qom və həqiqətən heyvani şəhvəti yəni yola etmək üçün bunu edirsiniz. Həqiqətən siz cahil bir qövmüsünüz. Cahillərə də üzərlərindən lazım olan imanı əməl etmədiyinə görə və həmçinin onlar üçün nəsəz tamimiz olduğunu bilmədiklərinə görə. Və həmçinin Allah Subhanahu taala İbrahim əleyhissalam barəsində buyurur ki, onlara deyin, halbuki İbrahim əleyhissalamın qövmü Allahdan qeyrisinə ibadətə çağırda deyir onlara. Qul əfə qayrallahi tə'muruni ə'budu əyyuhəl cahilin. Ey cahillər, ey Rəsulüm onlara deyinəm, o müşriklər deyinəm. Onlar ki, səndən Allahdan qeyrisinə ibadət etməyə tələb edirlər. Ey cahillər, mənə Allahdan qeyrisinə ibadət etməyimi tələb edirsiniz. Allahdan qeyrisinə ibadət etmək çünki Allahdan qeyrisinə ibadət onlar heç niyə layiq deyirlər. İbadət tək Allahın haqqıdır. Siz isə Allahın haqqını qoyub, mənə Allahdan qeyrisinə ibadət etməyini əmr edirsiniz. Və həmçinin Allah Subhanahu taala cahilin pislik mənasında pisliyərək buyurur ki, وَقَرْنَ فِي بُيُوتُكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى. Evlərinizdə qərar tutun, cahillik vaxtı qadınların bəzənib çölə çıxdığı kimi çölə çıxmayın. Evlərinizdə qərar tutun, cahillik, necə ki, cahiliyyət qadınları bəzənib gözəlliklərin zahir edərək çölə çıxırdılar. Allah Subhanahu taala mömin qadınlara əmr edir ki, evlərinizə qərar tutun, cahillərin bəzənib, cahiliyyət dönəmində bəzənib qadınlar çölə çıxdığı kimi çölə çıxmayın. Və şeyx buyurur ki, həzə mənə kəsir, bu çoxlu məna var bunlardan. Və buyurur ki, fəlcəhlü rəsudə, bütün xəstəliklərin başı cahillikdir. Və əsasül musib, bütün müsibətlərin başı cahillikdir. Və indəmə yəchəlul abdu dinallah və mə yuqarribu ileyhi yənşəu an zəlikə fil masi və inhirafil bəyin. Deyir, insan
qul Allahın dinində Allaha yaxınlaşdıracaq əməlləri cahil olduqda, Allaha yaxınlaşdıracaq əməllər barəsində cahil olduqda, əlbəttə bu əməllərdən asiliklər törədir. İnsan bilmir ki, Allah nəyi sevir, nədən razı qalır, nəyə qəzəbi toxunur Allah Subhanahu taala. Bunlar barəsində insan cahil olduqda, bu cahilliyi insanı asiliklərə aparır. Bu cahilliklərdən asiliklər törəyir və açıq-aşkar haqq yoldan sapmaq törəyir, əmələ gəlir. Necə ki, Allah Subhanahu taala buyurur ki, İnnəmət tövbətu aləllahi lillezine ya'malus su'a bicəhələtin thumma yatubu min qarib və ulaika yatubullahu aleyhim və kanallahu alimen həkimə. Buyurur ki, Allah Subhanahu taala ayədə, Allah Subhanahu taala o kəslərin tövbəsini qəbul edir ki, onlar günah etdikdən sonra, cahillikdən dolayı günah etdikdən sonra, onun aqibətini düşünmədən etdikləri günaha görə, etdikləri günahdan, istər bu günah bilərəkdən olsun, istər də bilməyərəkdən olsun, qayıdarlar, tövbə edərlər. Rəblərinə dönərlər, öz nəfslərini qınayaraq, Rəblərindən həmin günahı bağışlanmasını diləyərlər. Allah Subhanahu taala onların günahlarını bağışlayar və onların etdiklərindən, təqsirətdən keçər. Pisliklərini bağışlayar. Çünki Allah Subhanahu taala biləndir, öz yaratdıqlarının əhvalı ona bəllidir və etdiyi əhkamlarda da, təqdirində də isə, Allah Subhanahu taala şəriət etdiyində isə həkimdir. Bilir nəyi necə edib, nəyi. Yəni Allah Subhanahu taalanın şəriət etdiyi məsələlərdə, əmr və qadağalarda heç bir boşluq yoxdur. Mütləq şəkildə Allah Subhanahu taala orada bir hikməti vardır. Və Şeyx davam edərək buyurur ki, və mənəl cəhələtə fi həzil əyə. Burada ayədə keçən cəhalət mənası, əy cəhələtə fələli aqibətil məsiyə. O cahildir ki, insan nəyinsə sonluğunu fikirləşə bilmir. Pisliyin sonluğunu fikirləşə bilmir. Bilmir ki, bu pisliyin əməlin üzərində ölə bilər. Bu pis əməllə əməli kitabı sonlanar. Axırıncı əməli bu olar. Bunun aqibətini fikirləşmir. İnsan zina edir, aqibətini fikirləşmir ki, bu zina onun daşqalaq olunmasına səbəb ola bilər. İnsan oğurluq edir, onun aqibətini düşünmür ki, bu oğurluq onun əlinin kəsilməsinə səbəb olar. İnsan böhtan atır bir iffətli qadına, bilmir ki, o atdığı böhtan onun axırı, yəni onun davamiyyətli tövbəsinin qəbul olmamasına, yəni şahidliyin qəbul olmamasına gətirib çıxarda bilər. İnsan bu günahların aqibətini bilmədiyinə, düşünmədiyinə görə bu şeyləri edir. وَالَّتِي هِيَ مِنْ أَهَمَ سَخْتِ رَبِّ عَلَيْهِ وَإِقَابِهِ. Və bunlar, bu günahların da önündə gələn nədir? Bunların hamısının önündə gələn odur ki, Allah Subhanahu taalanın qəzəbinə insan tuş gəlməsi. وَلِهَذَا كُلُّ مَنْ عَصَى اللَّهَ فَهُوَ يَجْهَلُ مَا يَتَرَتَّبُ عَلَى هَذِهِ الْمَعْصِيَةِ مِنْ أَضْرَارٍ وَأَخْطَارٍ كَثِيرَةٍ فِي الدُّنْيَا وَالْآخِرَةِ. Ona görə Allaha qarşı asilik edən, işlədən hər kəs bu şeylərin, ziyanların və zərərlərin və təhlükələrin bilmədən edir. Dünyada və axirətdə gələcək ziyan və təhlükələrin bilmədən edir. Yəni, insan həqiqəti ilə başa düşərsə, etdiyi günahların, ziyanların və təhlükələrin ona bu dünyada nə verəcək həmin təhlükələr, etdiyi günahlar onu hara aparacaq, bu dünyada aqibəti necə olacaq və qiyamət günü aqibəti necə olacaq, insan dərindən fikirləşsə, həqiqətən asiliklərdən uzaq durar. Lakin insanın bunlar barəsində cahil qalması insana səbəb olur ki, insan bu şeyləri, günahları yerinə yetirir. Allah Subhanahu taala bizlərə eşidib faydalan etsin. Subhanakallahumma bihamdih, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.